Mücadilə surəsinin 22-ci ayəsində Allah bir partiyadan danışır. Və o partiya üzv olanların sifətlərindən danışır. Və buyurur, bu mənim özüm üçün aiddir. Bunların nisbəti mənədir və sifətləri də budur. Həzrəti Əli əleyhissalam da bir məktub yazıb, o məktubda müqəddimədə bir qədər danışır, axırda o partiyanın üzvlərinin sifətlərin bir neçə cümlədə sayır, ondan sonra buyurur ki, bəli, Allah partiyasının üzvləri belə olarlar. Orada həmin məsələ ki, möminlərin gecələri hansı ibadətlərinə zinətlənir, orada ona toxunur. Quranın ayəsi belədir. Buyurur, la tecidu qavmən yu'minunə billah vəl yevmil axir yuvaddunə mən haddəllahə və rəsuləh. Allahı sevən, iman gətirən və qiyamətə iman gətirən insanları siz görməzsiniz ki, onlar Allahın düşmənlərin sevələr. Belə deyil. وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ Hətta ataları da olsa, hətta balaları da olsa, o ixvanəhum, qardaşları da olsa, o əşirətəhum, hər bir qohum əqrəba da olsa, buyurur, bunlar onları sevmirlər. Ulaikə kətəbə fi qulubihim əl-iman. Bu möminlər, Allah bunların ürəklərində imanı yazıb, imanı qoyub bunların ürəklərində. Bunlar həqiqi möminlərdilər. Və əyyədəhum bi ruhin minhu. Allah öz rəhməti ilə, öz izzəti ilə onları təsdiq edir. Və əyyədəhum bi ruhin minhu. Yudxiluhum cənnatin təcri min təhtihəl ənhar. Bunları qiyamətdə cənnətlərə daxil edəcək ki, orada arxılar gedir. Xalidinə fiha. Orada əbədi yaşayacaqlar. Rəziyallahu ənhum. Allah onlardan razı və rəzəu ənhu. Və bunlar da Allahdan razı. Bunları deyəndən sonra Allah buyurur, Ulaikə hizbullah. Bunlar hizbullahdılar. Hizb partiya deməkdir də. Bunlar Allah partiyasının üzvləridirlər. Əla innə hizbəllah humul muflihun. Partiya çoxdur aləmdə. Amma bunlardılar ki, axırda xoşbəxt olacaqlar. Bunlardılar ki, izzətə çatacaqlar. Bu, Quranın ayəsidir. Həzrəti Əli əleyhissalam bu cümləni ki buyurur və əyyədəhum bi ruhin minhu ya ulaikə kətəbə fi qulubihim əl-iman, onların sifətlərindən birinə, ikisinə bu məktubda işarə edir. Məktub kimin məktubudur? Məktub özü də maraqlıdır.
Düzdür, biz onun axırına görə oxuyuruq bu məktubu. Amma məktub özü də çox eşitməli bir məktubdur. Mən bəzi hissələrindən onun tərcümə edirəm ki, vaxtımız olan və çatan qədər. Həzrət məktubu yazıb Osman ibn Huneyfə. Osman ibn Huneyfin el-Ənsari Peyğəmbərin sahabələrindən biridir. Bunlar iki qardaşdılar. Biri Suheyl ibn Huneyfidir, biri də Osman ibn Huneyfidir. İkisi də Peyğəmbərin sahabələridir bunlar. Biri Həzrəti Ali əleyhissalamın adından Bəsrədə hakimidir. Biri də Ali əleyhissalamın amili idi və onun tərəfindən Mədinədə hakimidir. Suheyl Mədinədə hakimidir, Osman Bəsrədə hakimidir. Həzrəti Ali əleyhissalam bunları təyin etmişdi bu işə. Və axıracanda Həzrəti Ali əleyhissalamın məhzərində idilər və o imanla da dünyalarını dəyişdilər. Rəhmətullah əleyhimə. Lakin günlərin birində Ali əleyhissalam özü məktubunda yazıb, indi məktubun da ibarətlərindən oxuyacağam. Həzrət üçün xəbər gəlib. Sən ki hakim təyin edibsən Bəsrədə, sən təyin edən hakimi Bəsrədə bir iddə onu qonaq çağırıblar. Bir şadlıq sarayına deyimmi, yaxud hansı bir zala, hansı bir iclasa ancaq deyəsən toy məclisiymiş. Bunu çağırıblar qonaq, bu da gedib iştirak eləyib orada. Və o məclis Həzrətin ürəyindən olan məclis deyil. Güya orada yoxsullara yol vermirmişlər, orada varlıları, dövlətliləri dəvət eləyiblərmiş və orada yaxşı yeməklər hazırlayıblar. Həzrətə xəbər gəlib çatıb ki, sənin təyin etdiyin amil belə bir iclasda iştirak edib. Ağa götürüb ona məktub yazır. Məktubu belədir. Salam salavat onlardan keçəndə buyurur ki, Əmma bə'd, yəbnə Huneyf, Huneyfin oğlu, فقد بلغني أن رجلا من فتية أهل البصرة دعاك إلى دعبه مأدبه. Eşitmişəm bir qrupba insanların içərisindən bir nəfər səni mərasiminə dəvət edib. فَأَسْرَعْتَ إِلَيْهَا. Sən də meyl göstərib və orada iştirak etmisən. تُسْتَتَابُ لَكَ الْأَلْوَانِ. Eşitmişəm yaxşı cürə yeməklər, xörəklər sən üçün gətirib qoyublar orada. Sulu yeməklər, kabablar məsəl üçün. Və tunqəlu ileykəl cifan. Yaxşı qablarda sən üçün orada yeməklər gətirib qoyublar və sən də orada olubsan, istifadə edibsən. Belə bir xəbər gəlib mənə çatıb. Və ma zənəntu ənəkə tucibu ilə təami qavmin عائلهم مذفوب və غنiyuhum məd'ub. Amma mən təsəvvür etmirdim ki, sən bir məclisə gedəsən, ora kasıbların yolu olmaya, ancaq pulluları yığalar ora, sən də orada başda oturasan. Mən belə bir təsəvvürüm yoxudur səndən. Fənzur
Hüneyfin oğlu İla ma təqzimuhu min hazəl məqzəm. Bax gör o yediklərin ki qoyursan ağzına çeyniyirsən, təqzimuhu yəni çeyniyirsən. Bu tikəni qoyursan ağzına yeyirsən, fəməştəbəhə aleykə ilmuhu fəlfizhu. Əgər bu ağzına qoyduğun tikə şübhəlidir, haramdan söhbət getmir. Haramdan danışmır ağa. Haram ki mütləq olmaz. Haramdan əgər orada olsaydı ki məktubu belə yazmazdı. Onu başqa cür eləyərdi. Deyir əgər o tikə ki qoyursan ağzına, əgər onda balaca şübhün var, onda onu qoyma ağzına, tulla getsin. Və ma əyqəntə bitibi vəchihi fənəl minhu. Əgər 100% bilirsən ki, bunda heç bir şübhə yoxdur, halal bir yeməkdir, onda onu yiyə bilərsən. Amma sənə bir söz deyim. Əla, diqqət. Və innə likulli mə'mumin imamən yəqtədi bih. Hər bir insanın imamı var ki öz imamına iqtida edir, təqlid edir, onu tabi'li gedir. Və yəstəzi'u bi nuri ilmih, və onun elmindən işıq alır, nuraniyyət alır. Əla və innə imaməkum, amma sizin də imamız mənəm. Və innə imaməkum qəd iktəfa min dünya bitimrey. Sizin imamız dünyadan giyimdən 2 dənə parça götürüb giyib. 2 paltar onun əynindədir. Və min tu'mihi bi qursey. Yeməkdən də gündə 2 dənə arpa çörəyi yeyir. Birin o başdanda, birin iftarda. Yaxud birin səhər, birin axşam. Əla və innəkum la təqdirunə əla zalik. Siz o cür eləyə bilməzsiniz. Siz mənim kimi ola bilməzsiniz. Amma və lakin ə'inuni bi vərə'in və ictihad. Siz məni yardım eləyin. Kömək eləyin mənə, təqvanə. Siz təqvalı olun. Deməsinlər Əlinin amili gedib hansı məclisdə iştirak edir. Siz təqvəuz olsun, mənim kimi siz ola bilməyəcəksiniz. Amma mən də vələ şe'tu ləhtədəytu təriq. Əgər istəsəydim mən dünyadan yeyim, ilə musəffə hazəl əsəl. Ən yaxşı ballara imkanım var idi, əgər istəsəydim yiyəm. Və lubab hazəl qəmh. Buğdanın lap içinin beynindən çıxardıb mən çörək pişirtdirib yiyə bilərdim, əgər istəsəydim. Və nəsaici hazəl qiz. Qiz bilirsiniz ki, nə deyər ərəb dilində? Pilə qurduna. Pilə qurdu toxuyan parça, ipək ən yaxşı parça idi. O vaxt, hala indini demirəm. Deyir, əgər istəsəydim özümə, pilə qurdu toxuyan parçaların, ipəklərin içində ən yaxşı parçaları özüm üçün tihdirib mən giyə bilərdim. Və lakin heyhatə ən yəğlibəni həva. Amma necə ola bilər ki, Əli bu işləri görə? Nəfsim mənə qələbə çala. Və yəqudəni cəşə'i ilə təxəyyüril ət'imə.
məni içəridəki həvəslər gətirə, yeməklərin qabağında qoya, hansını istəsəm onu yeyəm, mümkündür Əli bu işləri görə. Və ləallə bil hicaz əbil yəmamə mən la təmə'ə ləhu fil qurs. Halbuki mən yaşayan ölkədə, Məkkədə, Mədinədə, Yəməndə, Yəmamədə mümkündür ac insanlar yatıb. Mən onlara deyim, sizin imamınız mənəm, qarnımı doldurum yatım, amma mənə təqlid eləyən insanlar ac yatsınlar. Necə ola bilər bu? O əbitən mibtanən və havli butunun gərsa vəl əkbadun hərra. Mən dolduram qarnımı, gecə yatam, halbuki mənə iqtida eləyənlər susuz yatalar, ac yatalar, onların yeməkləri olmaya. Ondan buyurur, əqnə'u min nəfsi bi ən yuqal əmirul müminin. Mən kifayətlənim bundan ki, mənə əmirul müminin desinlər və la uşarikəhum fi məkarihid-dər. Amma ruzigarın çətinliklərində mən onlarla bir yerdə olmayım. Bundan sevinim ki, mənə əmirəl müminin deyirlər. Amma onların çətinliklərində mən onları bıraxım öz başlarına, onlardan ayrı düşüm. Yox, mən bu iş üçün yaranmamışam. Və ma xuliqtu liyəşğələni əklut tayyibat. Mən bunun üçün yaranmamışam. Halal yeməklər məni özünə məşğul eləyə. Qolları bağlı heyvanlar kimin ki, onları aparırlar, onlar ot otlayırlar. Mən də qoşulum heyvanlara. Mən də onlara qoşulum, mən də qarnımı otarım. Bir yandan da mənə əmirəl müminin desinlər. Heç vaxt belə olmaz. Ondan sonra üzün tutur da onunla işi yoxdur. Ona dedi, mən bəzisini dedim. Üzün tutur dünyaya, buyurur İleykə ənni ya dünya. Dünya uzaqlaş məndən. Fəhəbluki əla qaribiki. Mən sənin nöqtəyi öz başıva atmışam. Yəni bıraxmışam səni. Mənim səndən bir işim yoxdur. Qədin sələltu min məxalibiki. Mən sənin dırnaqlarının içindən qaçmışam. Çox adamı tutubsan, amma mən qaçmışam. Və əfləttu min həbailiki. Sən mənə qurduğun tələlərin içindən qaçmışam mən. Amma sən çox adamı tələlərə salıbsan. Bətənəbtu zihab fi mədahiziki. O işlərlə ki, cəmaati alladırsan, onların hamısından mən azad olmuşam, azad yaşamışam. Əynəl qurunul-ləzi qərərtihim biməda'ibik. Hani o qərnilər ki, sən onları alladıbsan? Əynəl uməm əlləzinə fətəntihim bi zəxarifik. Hani o xalqlar ki, sən onları tələlərə salıb, onları boğubsan? Ha hum rəhainul qubur. Onlar qəbirlərdədirlər. Amma ay dünya, vəllah and olsun Allaha. Əgər səni bir insan kimin tapa bilsəydim, əgər səni bir insan surətində görə bilsəydim, ləəqəmtu əleykəl hudud, sənə həd cari eləyərdim. Nə üçün? Fi ibadillezine gərərtihim bil əmani. O insanlara görə ki, sən onları alladıb, onları yoldan çıxardıbsan, mən səni məhkəməyə verərdim. Sən indi elə bilirsən ki, məni alladacaqsan. Dünya bu başqa yerdədir.
دنیا تخادعنی کأنی لست اعرف حالها حضر الملیک حرامها و انا اجتنبت حلالها. məni istəyirsən aldadasan? Allah məni sən dünyanın haramlarından çəkindirdi. Mən halallardan da çəkindim və onlardan istifadə etmədim. İndi sən məni aldadırsan? Bunları deyir, ondan gəlir o yerə. Buyurur, Tuba. Tuba li nəfsin əddət ilə Rəbbiha fərdəha. Xoş o insanların halına ki bu dünyada Allah ona vacib eləyən əhkami necə lazımdı yerinə yetirdi. Xoş o insanlara. Və hərəkət bi cəmbiha bu'səha. Çətin də olsa amma dözdü. İsti havada oruç tutmaq çox çətindir. Pul kazanandan sonra xumsun vermək çox da asan deyil. Gecə yarısı yuxudan durub Allaha dəstəmaz alıb, namaz qılıb ibadət eləmək, xüsusən gec yatan insanlar, səfərdən gələn insanlar, saatı qurur, gündəki vaxtında durur, o çox da asan deyil. Amma buyurur, xoş onların halına, onlar xoşbəxt oldular. Onlar allanmadılar. Hər cür çətinlicə onlar dözdülər, vacibləri yerinə yetirdilər. Bir nəfər gəldi Peyğəmbərə dedi, ya Rəsuləllah, çox nigaranam. Ağa buyurdu, niyə? Dedi ki, bilmirəm ki, aqibət nə olacaq? Mən nə olacağam? Qiyamətin günündə. Ağa baxdı, buyurdu, sən vacibləri yerinə yetir, haramlardan çəkin, müstəhəbbi məkruh söhbəti eləmədi. Bir ikisinə də işarət buyurdu, namazı qıl, orucu tut, gözləri saxla, boğazını saxla, bu gömrük çox mühümdür bura. İnsanın ən böyük bədbəxtliyinə səbəb insanın boğazıdır. Maşınları görürsünüz? Maşınlara aparırlar, benzin vururlar. Benzinlər neçə cürədir? Bəzi benzinləri vurursan, maşın necə gedir? Elə bil ki, boşqabda yağ axır. Amma bəzi maşın görürsən, benzin bir cürdür ki, maşın öskürə gedir. Hələ getsə o da. Hələ getsə. Buyurur, insanın mənəviyyətdə seyr eləməsi uçur. Əs-salatun mi'racı uçur. Miraca gedir. Onun uçmasına səbəb onun yedikləridir. Nə yesə o cür təsir qoyacaq onda. Nə yesə o təsir qoyacaq. O da Həzrət buyurur ki, şübhün olsa atuayına yemə. Haramı heç. Əbul Əsvədin bir qızı var idi, bilirsiniz. Bəzi adam yazıb 7 yaşı var idi. Bəziləri yazıblar 9 yaşı var idi. Əbul Əsvəd Əli əleyhissalamın dostudur, yaxın dostudur. Ədəbiyyatçı bir insan, yazıcı bir insan. Həzrət onu təyin elədi, Qurana zəbərzer qoysunlar. 9 yaşında bir qızdı, balaca. Bir gün qapı döyüldü, çıxdılar, gördülər bir nəfər, əlində bir yekə qab. Dedi, bunu sizinküdür, hədiyyə, göndəriblər sizə. Gətildi, açdı, baxdı, gördü, yaxşı baldı. Bəziləri yazıblar, halva idi. Bəzisi yazıblar, bal idi. Bu qız barmağın saldı, bir barmaq o baldan yedi.
Onda da o vaxtın o balları idi da indiki ballar deyildi ki. Hə? Pesoğu baldan çox. Qız utub qapı döyüldü, ata gəldi. Dedi, atacan, bizə bal gəlib. Adam xeyrin şərin bilər də, bilər mənə hardan nə gələr. Əbul-Əsvəd dedi ki, İbnəti, qızım, la təəkuli minhu, ondan yeməyəsən. Fəinnəhu səmmun naqi', o zəhərdir, öldürər adamı. Dedi, yox, ata yedim bir barmaq, bal idi, şirin idi. Dedi, qızım, onu Muaviyə göndərib bizə. Onu haram maldan düzəldib, hazırlayıb, alıb göndərib. İstəyir ki, sən onu yiyəsən, Əli məhəbbəti ürəyindən çıxa. Olmaz ki, həm haram yiyəsən, həm də Əlini sevəsən. Qız başa düşdü. Qaçdı həyətə, barmağın saldı boğazına, o yedici balı qaytardı tökdü yerə. Gəldi, oturdu, bir şeir yazdı. Bir şeir yazır ki, o şeir 1400 ildir kitablarda hələ də zinətdir. Bir 7 yaşında ya 9 yaşında bir qız yazır bunu. Yazır, Əbil əsəlil musəffə yəbnə hindin təbi'u ləkə imanən və dina məazəlləh keyfə yəkunu hâzâ və mevlana əmirul mü'minina. Ay Hindin oğlu Muaviyə, bunu göndərirsən ki, mən yiyim və sənə bu balın müqabilində Əlinin məhəbbətin verim. Necə olar belə şey? Halbuki o mənim əmirul mü'mininimdir. O balaca qız bunu bilirdi. Bilirdi ki, olmaz. Bilirdi ki, bunu yesə olmaz. Onu gərək tökəsən yerə. Odur Həzrət buyurur, bax, xoş o insanların halına ki, onlar haramların bərabərində dayandılar. Çətin də olsa dayandılar. Həzrəti Yusuf adına bir surə gəlib də Quranda. Neçə dəfədə adı əzəmətlə zikr olub Quranda. Nəyə görə? Bir dənə Züleyxadan keçmişdi. Əsas oydu. Hər bir şərait var idi, amma o dedi yox. Niyə? Dedi, baxıraq yox. Züleyxa durdu, bir parça atdı botun üstünə. Yusuf dedi, onu niyə atırsan onun üstünə? Bütü var idi da Züleyxanın. Sənəm idi adı. Dedi, onu atıram ki, o görməsin. Dedi, bəs mən Allahımın gözünə nə eləyim, o görməsin. Sən bütün gözlərin bağladın. Mən necə bağlayım? Mən xaliqim, məni yaradan, o məni görür axı. Odur ki, Quran deyir, Yusuf dedi, ilahi, bu dustaqxana, bu zindan mənə ondan yaxşıdır ki, o şeyləri, o sözləri mənə deyirdilər. Hara ki, məni dəvət eləyirdilər. Buyurur, olmaz, çətin də olsa. 100 dənə Züleyxa gündə görürsən, keçirsən. O, iti qılıncın üstündən keçməkdir. Nazih tükün üstündən keçməkdir. O ki, deyirlər, Sirat körpüsü çox nazihdir. Oradan necə keçəcəyəm? Bax, gündə sən neçə dəfə keçirsən ondan? Həzrət buyurur, xoş o insanların halına ki, onlar belə yaşadılar. Axırda buyurur, ulaikə hizbullah. Mən keçdim o cümlələri. Ulaikə hizbullah. Bax, bunlar Allahın partiyasında olan insanlardılar. Bunların gözlərin
gözlərin qiyamətin adı həmişə oyaq saxlayır. İnni əxafu əl-bəyad. Bir arif dedi. Dedilər gecələr yatmırsan. Dedi qorxuram yuxuda olanda ölüm gələ məni yapara. Yatanda qorxuram ki birdən yuxuda məni yaparar. Bax bunlar bilirlər ki gedəcəklər, hazırlaşırlar, səhv eləyirlər. Hamı səhv eləyir. Amma gedir tövbə eləyir. Sə'ləbə yatmadı o gündən ki günah elədi. Sə'ləbə Səid ibn Əbdürrəhmanın siğə qardaşıdılar bunlar. Peyğəmbər müharibəyə gedirdi, Təbuk müharibəsinə. Səid Peyğəmbər ilə getdi, Sə'ləbə onun siğə qardaşı idi. Qaldı ki, nə lazımdır evdə, ailədə bu onlara baxsın. Hər gün gətirir, onlara nə lazımdır verir. Günlərin birində gözü düşdü Səidin yoldaşına. Amma göz necə ona düşdü, ürəyə onun məhəbbəti doldu. Şeytan da ki yer axtarır da, ki barmağını işdirə. Yavaş-yavaş Sə'ləbə məhəbbətin bildirdi. Bildirəndə o möminə xanımıdır, cəsarətli. Dedi Sə'ləbə, heç gör rəvadır ki, sənin qardaşın Peyğəmbər ilə gedən müharibədə iştirak eləyə, sən də onun ailəsinə belə baxasan. İnsandır da şeytan allatmışdı, elə bil ki yatmışdı, yuxudan durdu. Day qala bilmədi şəhərdə, qaçdı çöllərə. Bir dənə daşın dibində gecələr səhərə qədər ağlayırdı ki bu nə işidir mən gördüm. Peyğəmbər qayıdıb gələndə hamı getdi qarşılamağa. Amma gördülər Sə'ləbə yoxdur. Balam nə əcəb Sə'ləbə yoxdur. Səid gəldi evə, yoldaşından soruşdu ki bəs Sə'ləbə? Danışdı. Dedi o vaxtdan day evə gəlmir. Mən belə dedim ona. O da belə elədi, day o vaxtdan gəlmir. Səid narahat oldu. Getdi çöllərə axtardı, tapdı Sə'ləbəni. Gördü bir daşın dibində münacat eləyir. Deyir ilahi, dünyada beyabırçılığı əgər dözə bilsəm, bəs ahirətdə necə dözərəm buna? Bu beyabırçılıq. Sə'ləbə məşğuldur, Səid yapışdı əlindən gətirdi. Getdilər Peyğəmbərin yanına. Həzrət baxdı, dedi çox böyük səhvə yol vermisən. Mən təklif eləyirəm sənə ki, get Allahla münacat elə, ta mən gözləyirəm ki Cəbrəil gəlsin. Hər nə desə odur. Getdi o yenə ibadət eləyir, yalvarır, ağlayır, üzün torpağa sürtür, səhv eləyib. Günlərin birində əsr namazından sonra Cəbrəil gəldi, bilmirəm neçə gün sonra. Gəldi vəllezine izâ fealû fâhişeten, bu ayəni gətirdi. O zələmû ənfusəhum, o insanları ki kəbirə günah eləyiblər, o insanları ki səğirə günah eləyiblər. Zəkərullah fəstəğfəru, Allahı yad eləsinlər, istiğfar eləsinlər, li zunubihim, günahlarına görə. Allah bağışlayandır, Allah tövbələri qəbul eləyəndir. Dedi, ulaikə cəzahum məğfirə. Allah onları bağışlayır. Peyğəmbər Əli əleyhissalamı çağırdı, dedi get Sə'ləbəni tap gətir. Həzrət gəldi, çöldə axtardı, Sə'ləbəni tapdı, dedi Sə'ləbə,
sənə muştuluq verirəm ki, Allah bağışladı səni. Ayə nazil oldu. Sələbə gəldi. Ammad Əli əleyhissalama dedi, mənim əlimi boynuma bağla. Mənim qollarımı boynuma bağla. Qədim qulları o cür bağlayardılar. Dedi, qoy zəlil halında gedim Peyğəmbərin yanına. Düzdür, Allah məni bağışlayıb. Amma mən utanıram ki, Peyğəmbəri belə ziyarət eləyəm. Məni qul kimin aparın. Gətirdilər, axşam namazında çatdılar Peyğəmbərin məhzərinə. Həzrət namaza başladı. Həmdidən sonra başladı surəni. Əlhâkumut təkâsur. Bir ayə, 2 ayə, 3 ayə Peyğəmbər oxuduqcan Sələbə ağladı, səsi ucaldı, yıxıldı. Namazı qutarandan sonra gördülər Sələbə dünyasını dəyişib. Namaz səfində. İnsan günah eləyir, amma peşman olur. Peşman olandan sonra Allah qəbul eləyir. Odur ki, Həzrət buyurur, Tuba, xoş olsun o insanlara ki, belə bir insandılar. Mən çox minnətdaram əziz möminlərdən, dostlardan, əzizlərdən. Vaxtınızı aldım, xüsusilə mənim qədimi, səmimi dostum, qardaşım Ayə Mir Məhəmmədi cənabları bugün bizim məclisimizdə iştirak eləyib. O Zəncanlı olmağına baxmayaraq, o Qum şəhərinin nümayəndəsidir, millət vəkilidir, parlamentidə və bugün bizim məclisimizdə iştirak eləyib. Azərbaycanda təşkil olan konfransa iştirak etmək məqsədi ilə gəlib və bugün bizim məclisimizdə də iştirak eləyib. Onun atası çox böyük Ayətullah alimdir. Qumda Ayətullah Ayə Mir Məhəmmədi özü də həqiqətən səmimi və möhtərəm bir insandır ki, mən çox şadam, o bizim məclisimizdə bugün iştirak eləyir və başqa qonaqlar hamısına öz minnətdarlığımı bildirirəm. Əssalamu aleykə ya Əba Abdillah və aləl ərvah əlləti həllət bifinaik. Aleykə minni səlamullah əbədən ma bəqid və bəqiyyəl leylu və nəhar və la cəaləhullahu axirəl əhdi minni li ziyarətikum. Əssalamu aləl Hüseyn və alə Ali ibn el-Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi ellerimizina umid qaytarma. İlahi dualarımızı müstecab elə. Şer'i olan hacetlerimizi reva elə. Akıbetimizi xətmi bi xeyr elə. Günahlarımıza qələmi əff çək. Ölenlerimizi qəriq rəhmət elə. Xəstələrimizə şəfa kəramət elə. Nəzərdə olan xəstələr, uzaqda olan dostlarımız hamısının ilahi hacətlərin rəva elə. Müsəlmanlara izzət inayət elə. Xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənləri zəlil elə. Ölən günə kimin ruziyə helal bi minnət mərhəmət elə. Pərverdigara bu Ramazanın feyzindən bizi bi nəsib eləmə. İlahi axir Ramazanımız qərar vermə.
Qəbrimizin əvvəl gecəsi nur vilayət Əmirülmüminindən ayrı salma. Pərverdigara İmam zamanın məhzərinə xalis olan salamlarımızı çatdır ginan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bizi o Həzrətin əskərlərindən qərar ver. Pərverdigara zuhurində tə'cil